İcra Hakimiyyəti Bələdiyyəsi deyir ki, biz bu yola təmir edirik, hər il təmir. Amma yalandır. Heç bir təmir edilmir. Hər il ərzində 2 dəfə biz öz hesabımızdan təmir edirik. Paytaxtın ortasında Məmmədli anklavı. Hər iki tərəfi Sabunçu rayon icra hakimiyyətinə tabe olan Məmmədli qəsəbəsi nədənsə Abşeron rayon icra hakimiyyətinin balansındadır. Bu inzibati uyğunsuzluğun səbəbləri hələlik məlum olmasa da, bu vəziyyətin sakinlər üçün yaratdığı ciddi problemlər açıq şəkildə hiss olunur. Sakinlər bildirirlər ki, onlar Məmmədlidən Abşeron rayon mərkəzi xəstəxanasına, yəni Xırdalana getmək üçün 2-3 saat vaxt sərf edirlər. Sakinlərin dediyi kimi problem təkcə yolun və ya xəstəxananın uzaqlığı yox, bu qəsəbəyə olan laqeyd münasibətdir. Gözdən uzaq qalan qəsəbədə kanalizasiya, yol və digər problemlər də illərdir öz həllini tapmır. Məmmədli qəsəbəsinin Abşeron rayon tərkibində olmasında bizim üçün çətinliklərdən belə deyək, birincisi odur ki, bizə üçün xəstəxana uzaqdır. Təsəvvür edin ki, bələdiyyə şikayət edirik, deyir ki, bu işlə icra maraqlanır. İcraya şikayət edirik, bələdiyyə maraqlanır. Biz hələ bilmirik bu iki orqan nə işlə məşğuldur. Ümumiyyətlə biz vətəndaş olaraq biz bunların hansına şikayət etməliyik? O qədər bizə bu qəsəbəyə bir laqeydlik var. Xəstəxanaya yolumuz düşsə, hardasa 1 saat yolda qalacaq da. Probka zat olur, 2 saat da qala bilərik. Bu zonada, yəni bu ərazidə xəstəxana yoxdur. Xəstəxana Sabunçudadır, Abşeroncu da Abşerondadır. Çox uzaqdır. Küçənin yol problemi, kanalizasiya problemi düzəlmir. Yəni biz hər ay öz cibimizdən qonşularla, cəmaatla yığışırıq, yolu düzəldirik. Yayında yay, qışında qış, yenə də düzəlmir. Yəni nə bələdiyyə baxır, nə kənd soveti baxır, heç bir kəs baxmır. Bizim heç xəstəxana yoxdur. Abşeron rayonunun xəstəxanası biz bilmirik hardadır. Sabunçu ancaq Sabunçuya baxır. Məhəmmədi yaddan çıxıb. İcra hakimiyyətin hər gün sakinlərin 60-70 nəfər ev var. Hər gün zəng eləyirik. Nə gələn var, nə gedən yoxdur. Yolumuz da bu vəziyyətdədir. Bax. Gedirik bələdiyyə, deyirlər ki, bizə pul ayrılmır yolları düzəltməyə. Xəstəxana bir dənədir, uzaqdır. Bir dənə xəstəxana daha da yaxın olsa yaxşı olur. Hal-hazırda yaşadığımız yerdən Abşeron Məhəmmədi xəstəxanasına getmək üçün Xırdalanda yerləşir. Biz 3 saat vaxt veririk. Yolun vəziyyətini görürsünüz. Bax, əlimizdə veş o formada. Uşaqların hər gün əlində bir dənə butulka su çıxırlar yola, yolda ayaqqabı təmizləyir, hazırlığa məktəbə gedirlər. Eləsi xəstəxanası olsun, icra hakimiyyəti olsun, yarım saat vaxtımız gedir. Bu yolu bərbaddır. Yağdı, günü belədir. Kanalizasiya xəttinin olmaması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə tullantı su təchizatının təkmilləşdirilməsi və infrastruktur olmayan ərazilərdə təchizatın qurulması məqsədi ilə geniş miqyaslı tikinti quruculuq işləri icra edilir və mərhələli şəkildə sözügedən ünvanda da təchizat sistemi qurulacaq. Məmmədli qəsəbəsinin Abşeron rayon icra hakimiyyətinin balansında olması məsələsi ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məsələ ilə bağlı qərar Milli Məclisdə qəbul edilib. Milli Məclisin Regional Məsələlər Komitəsindən isə qeyd olundu ki, bu məsələyə dair izahatın Abşeron rayon icra hakimiyyəti tərəfindən verilməsi daha məqsədə uyğundur. Abşeron rayon icra hakimiyyətindən isə bildirildi ki, 4 yanvar 1963-cü ildə Abşeron rayonu yaradılarkən Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarları ilə rayonun keçmiş təsərrüfatlarına, o cümlədən Məmmədli Tərəvəzçilik Südçülük Savxozuna dövlət aktı ilə daimi istifadə hüququ əsasında torpaq sahələri verilmişdir. Rayonda aparılan torpaq islahatı zamanı sərhədlərdə dəyişiklik edilmədən Məmmədli Tərəvəzçilik Südçülük Savxozunun hüdudları daxilində Abşeron rayonun Məmmədli bələdiyyəsi yaradılıb. Start. Məlumat üçün bildiririk ki, Məmmədli kəndi Abşeron rayonunun Fatmay kəndi, Mehtabad və Dicah qəsəbələri ilə həmsərhəd yerləşməklə anklav deyil. Sorğuda qeyd olunan əhaliyə göstərilən tibbi xidmətin çətinliyi ilə bağlı bildiririk ki, Abşeron rayon mərkəzi xəstəxanası Məmmədli kəndindən 15-20 dəqiqəlik məsafədə yerləşir. Eyni zamanda Məmmədli kəndi ərazisində ilkin tibbi xidmətlərin göstərilməsi məqsədi ilə Məmmədli Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı qeyd etmək istəyirik ki, əhaliyə tibbi xidmətlərin göstərilməsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq, Respublika ərazisində fəaliyyət göstərən istənilən dövlət tibb müəssisəsində həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Məmmədli, Fatmayı, Dicah, Mehtabad, Görədil və Novxanı yaşayış məntəqələrində sakinlərə tibbi xidmətin daha əlçatanlığının təmin edilməsi məqsədi ilə Fatmayı İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yeni xəstəxananın tikilməsi ilə bağlı hal-hazırda aidiyyəti qurumlarla müzakirələr aparılır. Ötən dövr ərzində Məmmədli
Məmmədli kənd sakinləri tərəfindən tibbi və ya hər hansı digər xidmətlərlə bağlı çətinliklərin olması barədə Abşeron rayon icra hakimiyyətinə, Məmmədli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Məmmədli Bələdiyyəsinə heç bir şikayət daxil olmayıb. Statın sonu. Sakinlər deyir ki, müraciət edirik, icra baxmır. İcra hakimiyyəti isə deyir ki, bizə şikayət edən olmayıb. Qəribədir, bəs bu cəmaət icra hakimiyyətinə zəng edəndə şikayətləri kim dinləyir ki, qurum rəsmiləri şikayətdən xəbərsizdir? Biz bu şikayətçiləri süni intellektlə hazırlamamışıq. Xanım, bu yol burada yaşayan sakinlərin öz hesabına ən azı 5 dəfə düzəlir. Əgər problem yoxdursa, Məmmədlinin yollarına cəmaət öz cibindən niyə düzəldir? Uşaqlar niyə məktəbə gedərkən ayaqqabılarını yolda yuyur? Görünən odur ki, Məmmədli qəsəbəsi sənəddə Abşeron rayon icra hakimiyyətinin məsuliyyət dairəsində olsa da, problemlərini görən yoxdur. Gözdən qulaqdan uzaqda bir yerdədir. Rəbiyyə Əhmədova, Əsgər İbrahimli, APA TV.